Salam olsun hər kəsə. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə ECMAScript haqqında danışacağıq. ECMAScriptin nə olduğunu sizə izah etmiş olacağam. Burada 81-ci folderi açmışam mən. Sadəcə içərisi boşdur. Yəni video sayı ilə dərs sıralaması ilə eyni getmək üçün bu folderi açdım burada. Sadəcə qeyd etmək istəyirəm ki, içərisi boşdur. Elə isə gəlin keçək brauzerə. Bu dərsimiz belə deyək də nəzəri dərs olacaq. Yəni ECMAScriptin nə olduğunu başa düşməyə çalışacağıq. ECMAScriptin versiyaları ki var, bunlar nədir? Bunu başa düşməyə çalışacağıq. ECMAScript ilə JavaScript eyni şeydirmi, fərqli bir şeydirmi? Bu kimi belə deyək də suallara aydınlıq gətirəcəyik. İlk öncə gəlin yazaq ECMAScript axtaraq görək bizim üçün nə çıxacaq. ECMAScript yazıram bura və enteri vururam. Bizim üçün nəticə olaraq çıxdı. Baxın. Deyir ki, ECMAScript, baxın burada başlıq olaraq, yazı olaraq çıxır. Is a standard, yəni bir standartdır. Baxın, ilk olaraq deyir ki, ECMAScript bir standartdır. Nə üçün? For script language. Yəni script dilləri üçün. İndi bu script dillərinə gələndə, baxın, JavaScript-i, JS script-i, daha sonra ActionScript-i. Bunlar script dilləri də adlandırılır. Bunun adlandırma səbəbi də bir tərəfdən belə deyək, bu formadadır ki, JavaScript yarandığı müddətdə ilk dərslərdə danışmışdıq biz bunu. Brauzerlərdə müxtəlif belə deyək də funksionallıqlar yazmaq üçün istifadə olunurdu. Daha sonra JavaScript-in ekosistemi böyüdü və geniş bir çevrəyə belə deyək də yayıldı və müxtəlif sahələrə tətbiq olundu, amma başlanğıcda bu formada başlamışdı. Və burada da JS script məsələn Microsoft tərəfindən yaradılıbdı, amma o qədər də aktiv deyil. Aktiv deyil dediyim, daha doğrusu məşhur deyil. Məsələn, JavaScript qədər bunun populyarlığı yoxdur. Ona görə ola bilər ki, adını eşitməmisiniz, amma bu dillər ailəsinə aiddir deyə bilərik. Yəni script dillər ailəsinə aiddir deyə bilərik. Və burada da fikir verin. İlk növbədə ECMAScript bir standartdır deyir və script dilləri üçün, bu dillər üçün bir standartdır. Aha, indi standartın nə olduğunu sizə açıq formada izah eləyəcəm irəliləyən belə deyək də dəqiqələrdə. Amma bilmək lazımdır ki, ECMAScript deyəndə yalnız JavaScript nəzərdə tutulmamalıdır. Bəzən bu ad o qədər bəli bir yerdə istifadə olunub, hətta JavaScript ECMAScript adlandırılıbdı müəyyən müddət. Daha sonra Java ilə Java-da 90-cı illərdə artıq məşhur proqramlaşdırma dilinə çevrilirdi və bu zaman belə bir deyim də var, belə deyək də ki, JavaScript adını verdilər bu JavaScript-ə ki, Java-nın inkişafı ilə bərabər bunun da inkişafı paralel getsin. Yəni belə deyək də marketinq hiyləsi olaraq adlandırmaq olar. İndi bunu da araşdıra bilərsiniz. Nə dərəcədə düzgündür bu məlumat, bunu da araşdıra bilərsiniz. Bu formada yəni adlanaraq gəlib JavaScript adını alıbdı bu və ECMA standartına uyğundur. Bu ECMA Avropa Kompüter İstehsalçılar Assosiasiyası olmalıdır. Wikipediyada belə oxumuşdum mən. Onların standartıdır. Müəyyən bir standartları var. Bu dillərə tətbiq olunur. İndi dediyim kimi o standart sözü orada böyük sözdür. Onu ətraflı formada izah eləyəcəm sizə. Gəlin burada ilk olaraq buna baxaq. ECMA deməli ECMA-nın rəsmi qaynağına baxaq. Baxın burada fikir verin. Bizə gəlir bu səhifəyə daxil olduqda, bura daxil olduğumuz zaman accept eləyək. Fikir verin, 97-ci ildə olan PDF var burada. Baxın bura vurduğumuz zaman, download etdiyimiz zaman burada gəlir, buradan yükləyə bilərsiniz bu PDF-i. 110 səhifəlik PDF-dir. Və fikir verin, bunun mündərizatına baxın ilk öncə. Mən sizə məsləhət görürəm ki, hər hansı bir kitabı alanda da onun mündərizatına baxın. Əgər mündərizat maraqlıdırsa o kitabı almağa dəyər. Mən həmişə belə eləyirəm. İndi burada baxanda, baxın, burada mündərizata baxdığımız zaman bizim keçdiyimiz şeylərin çoxusu burada var. Type'lar keçmişik, primitive value, obyekt, constructor keçməmişik, prototype keçməmişik, bunları keçəcəyik. Daha sonra native obyekt var burada. Bildiklərimizdən məsələn undefined var, null var burada, null type var, boolean var. Fikir verin. Yəni bunlar belə deyək də JavaScript-də istifadə olunur. Aydındır? JavaScript-də biz bunlardan zaten istifadə eləyirik. Və bu ECMA standartları ilə JavaScript-ə tətbiq olunub. Bu neçənci ilin PDF-idir? 97-ci ilin PDF-i. Daha sonra 98, baxın 99 bu formada gəlir. 4-cü versiya heç vaxt aktiv olmayıbdı, public olmayıb, ona görə onun deməli folderdə yoxdur. Fikir verin, gəlir artır neçənci ilə qədər 2023-cü ilə qədər. Və buna baxsaq əgər, bunun səhifəsində çox kəskin fərq olmalıdır, çünki çox yeniliklər gəlir. Fikir verin, 840 səhifəlikdir artıq bu. Yəni çalışın ki, bunun hamısını oxumaq təbii ki, olsa əla olar, amma necə deyim, əzbərə yoxdur. Sadəcə vaxtınız olanda mən məsələn belə eləyirəm. Hərdən baxıram, çalışıram ki, bura istinadlar eləyim. Çünki bu belə deyək də rəsmi qaynaqlardandır. Və bura mütəmadi olaraq baxmaq yaxşıdır. Məsələn, yüklüyün telefonunuzda olsun və s. olsun, boşluq olanda, yol gedəndə, hardasa da indi baxmaq imkanınız varsa, bunlara baxmağınız çox gözəldir. Aydındır? Yəni bu PDF-lərə nəzər salmağınız sizin üçün çox xeyirli olacaq.
İndi biz buradan baxmayacağıq təbii ki, çünki burada çox geniş məlumatlar verilir. Mən geri qayıdıram bir dənə buradan. Mən W3 School-dan baxacağam və burada bu standartın nə olduğunu və sair və sair versiyanın nə olduğunu sizə izah etmiş olacağam. Burada JavaScript ES6 yazılıb, fikir verin. O qədər, yəni dediyim kimi, bu JavaScript o qədər məşhurlaşdı ki, ECMAScript də JavaScript-lə sanki bərabər formada davam etdi, artdı. Çünki JavaScript ECMAScript standartlarına əsaslanaraq yazılan, belə deyək də, yazılan deməyək, daha doğrusu ECMAS standartlarını özündə tətbiq edən bir dildir. Ona görə də paralel inkişaf etdi sanki bunlar. İndi bura daxil olduğumuz zaman, bunu da dark moda keçək burada. İlk öncə JavaScript versiyalarına. Baxın, burada JS versiya yazılıbdır. Versiyaları yazılıbdır. Bu W3 School-dan irəli gəlir. W3 School-da bu formadadır. Yəni JavaScript versiyalarda deyə bilərsiniz, ECMAScript versiyalarda deyə bilərsiniz. Amma bunu qarışdırmaq lazım deyil də. ECMA dediyimiz kimi ayrı bir şeydir, JavaScript ayrı bir şeydir. Amma o qədər iç-içədir ki, bəzən qarışdırılır. Aydın, amma bu fərqi bilməyiniz yaxşıdır sizin üçün. İndi burada baxın, bunun haqqında məlumat verilir. Deyir ki, JavaScript bu ildə yarandı. Daha sonra ECMAScript standartları tətbiq olundu 97-ci ildə. Daha sonra burada nə var? Deyir ki, ECMAScript dilin ilk rəsmi adıdır. Baxın, adlandırılmasında da bu olub. Sonra JavaScript versiyalarında deyir ki, baxın, ES1, ES2, 3 bu formada adlandırılıbdır. Baxın, gəlibdir ES6-ya qədər, yəni 2015-ci ildə çıxan deməli versiyada ES6 olaraq adlandırılırdı və 2015. Amma 2016-dan sonra, baxın, gəlin hətta bura baxaq. 2016-ya gedək ya da 2016-ya gedək, bəli. Bura gedək. Baxın, deyir ki, keçmiş ECMAScript-lərdə versiyalarında bu formada adlandırılırdı. ES5, ES6. Amma 2016-dan sonra versiyalanma artıq necə oldu? İlə görə oldu. ES 2016, 2018, JavaScript 2016, 2018 bu formada da adlandıra bilərsiniz. Amma bu fərqi bilmək lazımdır. Aydındır? İndi biz gəlin keçək bura və artıq başlayaq görək ki, bu standart nə deməkdir? Standart sözü nə deməkdir? Baxın, biz kodlarımızı yazdığımız zaman, belə deyək də, bu deməli V8 motoru haqqında da sizə məlumat verəcəm. Bu Node.js-də, daha sonra Chrome-da istifadə olunur, JavaScript kodlarını çevirir maşın dilinə. Bu motor haqqında da ümumi danışacağam. Sonra real dünyadan da sizə misallar vermiş olacağam. Baxın, biz kodları yazdığımız zaman, JavaScript kodlarını yazdığımız zaman proses olaraq nə olur? Biz kodları yazırıq, elə deyil. Onu birbaşa kompüter başa düşmür. Onu başa düşmək üçün bu kodlar gedir. Məsələn, brauzerdən indi misal verirəm, Chrome-dan misal verirəm. V8 motoru var. Bu V8 motoru da özü bir dəryadır. Yəni orada IST kodlara çevrilir, daha sonra müvəqqəti olaraq bytecode, oradan maşın koda bu formada proseslər icra olunur V8 motorunun içərisində. Necə maşın motoruna benzin gəlmir, Porsche-lər onu yandırır, gücə çevirmir. Bu da eyni formada. JavaScript sanki benzindir, gəlir V8 motoruna, orada müxtəlif proseslərdən keçir və çevrilir nəyə? Maşın koduna. Yəni kompüterin başa düşəcəyi dilə çevrilir deyə bilərik. Aydındır? Bu formada irəlilir. İndi bizim Chrome-da V8 motorudur, Node.js-də V8 motorudur. Bundan istifadə olunur. Məsələn, Safari-də istifadə olunur JavaScript core-dan. Daha sonra Mozilla-da, Firefox-da istifadə olunur. SpiderMonkey olmalıdır, səhv etmirəmsə, o motordan istifadə olunur. Amma fikir verin, fərqli-fərqli motorlardır. Amma nəticədə bunun gördüyü iş nədir? JavaScript kodunu maşın dilinə çevirməkdir. Elə deyil. İndi gündəlik həyatdan misal verəndə, indi standart bunun arasındadır, onu sizə izah eləmək istəyirəm. Gündəlik həyatdan misal verəndə, məsələn, BMW, Mercedes, Audi, müxtəlif markalar vardır, elə deyil, maşın markaları. Və düşünək ki, bu maşın markaları özləri özü üçün motor istehsal edir. Ola bilər də başqa firmadan motor götürürlər ya da onlar üçün özəl olaraq hazırlayır, amma biz düşünün ki, elə qəbul edək ki, BMW özü üçün motor hazırlayır, Mercedes, Audi özü üçün motor hazırlayır da bunlar yalnız. Yəni BMW motor hazırlayanda öz modellərinə uyğun olaraq hər ilə görə, nə bilim, daha sonra modelə görə fərqli-fərqli motorlar hazırlaya bilər də. Elə deyil bəlkə. Eyni zamanda BMW, Audi bunlar hər biri öz modelləri üçün motor hazırlaya bilər. Amma bunlar müəyyən standartlara əsaslanaraq motorları hazırlayırlar. Məsələn, mən startap üçün deməli maşın mühərriklərini araşdırırdım bir dəfə. Orada belə bir standart vardı. ISO standartları haqqında məncə eşitmisiniz. ISO standartları var və orada 13447 olmalı idi, səhv eləmirəmsə, titrəşimlə bağlı, motorların titrəşimi ilə bağlı bir standartdır. Ona uyğunlaşdırmaq lazımdır. Yəni BMW də ola bilər, məsələn, Porsche-nin sayı fərqlidir, nə bilim, motorun bir hissəsində olan hissəcik burada deyil, başqa bir yerdədir. BMW-də başqa bir yerdədir, Mercedes-də başqa bir yerdədir, yəni motorun başqa bir hissəsindədir və ya onun yerinə başqa bir şey istifadə olunur.
Onlar onun öz işidir. Amma nəticədə müəyyən bir standartlara əsaslanaraq onlar hazırlanır. Aydındır? İndi nə demək istəyirəm? Baxın, bu standartlar məsələn Euro standartlar var. Benzinlər üçün də var bu. Ölkələrə görə məsələn 95 oktan, 98 oktan, nə bilim neçə oktan. Bu formada standartlar tətbiq olunur benzinlər üçün də. Yəni çox sahədə bu təhlükəsizlik də var. Məsələn, məktəblər üçün hətta ISO standartları tətbiq olunurdu. Müəyyən ölkələrdə ISO standartları tətbiq olunur. Fikir verin, bu standartdır, amma tətbiq sahələri fərqli-fərqli yerlərədir. Aydındır? İndi bu ECMA-nı da bu standart kimi qəbul edirik biz və bu JavaScript-də tətbiq olunur, JScript-də tətbiq olunur, ActionScript-də tətbiq olunur. Yəni müxtəlif fikir verin, skript dillərinə tətbiq olunur. Amma nəticədə ECMA nədir? Standartdır. Aydındır, ECMAScript bir standart olaraq qəbul olunur. Amma o dillər o standartlara əsaslanaraq müəyyən bir işlər görür. Aydındır? Yəni belə qəbul etmək olar. İndi versiyalanma nədir bəs? Baxın, biz burada oxuduq ki, 2016-ya baxaq buradan. Biz burada oxuduq ki, deyir ki, keçmiş ECMAScript versiyalarında adlandırma ES5, ES6 bu formada olur da, ES yəni ECMAScript bu formada adlandırılırdı. Amma 2016-dan sonra necə oldu? Baxın burada da göstərilib hətta. Fikir verin. Yaxınlaşdıra bilsək bunu. Fikir verin. 2009-cu il ES5, 2015 ES6, ES6-da çox böyük özəlliklər gəlibdi. Onlar haqqında danışacağıq. Daha sonra amma burada fikir verin, ES yoxdur artıq. JavaScript 2016, ECMAScript 2016. Yəni bu formada da adlandıra bilərsiniz və 2024-ə qədər gəlir. Aydındır? İndi biz gəlin bura baxaq. Baxın, bura baxaq, başdan irəliləyək. ECMAScript haqqındadır. Bu versiyalara baxdıq əslində. Burada fikir verin, göstərilibdir. Bizim üçün yazılıbdır. Bu versiyalar haqqında yazılıb. Fikir verin, ECMAScript 4 heç vaxt çıxmayıbdı. O qeyd olunmayıb onun haqqında məlumat burada. İndi biz danışacağıq, bizim dərs müddətimiz necə olacaq? Bundan sonra artıq bu dərsdən sonrakı belə deyək də dərslərimizdə necə irəliləyəcəyik? Mən ECMAScript 5 öncəsini sizə belə deyək də öyrədəcəm. ECMAScript 5-dən öncə nələr vardı? Biz bunları keçmişik. Baxın, ECMAScript indi 5-ə baxacağıq. Bunların əksəriyyətini keçmişik. Amma bəziləri ki var, yeniliklər var, onları sizə izah edəcəm. Yəni dərs bölgümüz necə olacaq? ECMAScript 5 öncəsinə baxacağıq. Daha sonra ECMAScript 5-in özünə baxacağıq. Burada funksional proqramlaşdırma ilə tanış olacağıq biz. Yəni funksional proqramlaşdırma üçün baxın burada mapdir, filterdir, reduce'dur. Bu kimi metodlar var. Funksional proqramlaşdırma üçün ixtira olunub deyə bilərik hətta. O qədər, yəni belə deyək də, o qədər uyğundur ki, bunu belə deyə bilərik. Mən sizə funksional proqramlaşdırmanın paradigmaları haqqında danışacağam, nələrdən istifadə olunur və s. necə yazılır kodlar, bunları sizə izah edəcəm. Yəni ECMAScript 5-i keçəndə. Daha sonra ES6-nı, yəni ECMAScript 6-nı keçəcəyik sizinlə və ES6 və sonrasını keçmiş olacağıq artıq. ES6-da fikir verin, biz buradan da bəzilərini keçmişik. Məsələn, let'dir, const'dur, bunları keçmişik, biraz yaxınlaşdırım. Arrow funksiyonları keçəcəyik, destruct etmək var burada, separate operatoru var, for of var burada, for in'i də keçəcəyik, map'dir, set'dir, klassları keçəcəyik sizinlə, obyekt yönümlü proqramlaşdırma JavaScript-də öncədən də tətbiq olunurdu. Amma sintaktik sugar adını verirlər buna. Bu izah eləyəcəm. Yəni burada sadəcə nəzəri olaraq məlumatlar verirəm sizə. Bu klasslar, baxın, JavaScript class-based dil deyil. Prototype üzərində çalışır, prototype üzərində çalışan bir dildir. Amma məsələn Java-nı götürsək, C++-ı götürsək, C#-ı götürsək, bunlar class-based dillərdir. Yəni klasslar üzərində oturub və klasslar üzərindən extend eləyir və s. prosesləri icra eləyirlər. Amma JavaScript isə sintaktik sugar bunun burasındadır. Dediyim kimi, obyekt yönümlü proqramlaşdırmaya keçəndə sizə izah eləyəcəm. Klasslardan istifadə olunacaq, amma arxa planda fərqli bir proses gedir. Constructor funksiyonlar icra olunur, prototyplardan istifadə olunur, bunlar icra olunur. Aydındır? Bunları keçəcəyik sizinlə. Dediyim kimi, deməli, ES6-nı keçəcəyik. ES6-nın son dərsində artıq obyekt yönümlü proqramlaşdırmaya başlamış olacağıq. Daha sonra promislər haqqında keçəcəyik. Callback funksiyonlar haqqında sizə məlumat verəcəm. İndi onu ola bilər ki, bəlkə çalışacağam ki, promisdən həmən öncə məlumat verim onun haqqında. ES5-də yox. Promisdən öncə məlumat verim ki, belə deyək də callback funksiyonlar, promis bu formada davam eləyək. Daha sonra yəni burada fikir verin, biz bu metodların bəzilərini keçmişik, qeyd etdiyim kimi, amma bəzilərini keçməmişik. Loqaritma ilə bağlı burada var. Deməli, obyektin içərisinə gəlib. Sonra 2016-ya baxdığımız zaman, baxın, burada da gələn yeniliklər və burada ES5 deyir ki, first major revision-da deyir. Yəni first major revision nə deməkdir? İlk böyük dəyişim deyə bilərik, ilk böyük yeniliklər deyə bilərik. ES5-də gəlibdi. Baxın, çox dəyişikliklər gəlib burada.
fikir verin. Biz bunları keçmişik də, dediyim kimi trim deməsini keçmişik string üzərində. Mapdir, map filtr keçməmişik. İndi onları keçəcəyik, everySum'da keçəcəyik. Daha sonra JSON parse'dır, JSON stringify'dır. Bunları keçmişik. Yəni çoxsunu keçmişik, belə deyə bilərik. Object create'dir. Bundan istifadə edəcəyik sizinlə növbəti dərslərdə. Daha sonra baxın burada isə second major revision yazıbdı. Yəni bu isə ikinci böyük dəyişim yeniliklərdir. Və ES6 normalda daha çox deməli müsahibələrdə falan da ES6-dan daha çox suallar gəlir. Çünki ən çox böyük dəyişimlər burdan gəlibdi. Burada oldu. Məsələn, deməli JavaScript modullar gəldi burada. Artıq biz modullardan istifadə edərək fərqli-fərqli fayllarda yazıb deməli kodlarımızı birləşdirə bilirik. Bunu da göstərəcəm sizə. Heç narahat olmayın. Yəni bunların hər birini izah eləyəcəm sizə. Sadəcə burada göstərmək istəyirəm ki, bu kimi yeniliklər var. ECMAScript deyəndə bunlar nəzərdə tutulur və demək olar ki, artıq tədrisin sonuna qədər ECMAScript-dən davam eləyəcəyik biz. Amma JavaScript üzərində tətbiqindən də təbii ki. Sonra 2017-də səhv etmirəmsə Async Await burada gəlməli idi. Baxın Async Await var burada. Bunu istifadə edəcəyik. Daha sonra irəliləyən mövzularda bu tək await də istifadə olunur. Onları da göstərəcəm sizə. Çalışdığım qədər, yəni bunların hamısına nəzər salacağıq. Əsas ES6-ya fokuslanacağıq. Amma ES6-dan sonra gələn özəlliklərində bəzilərinə baxacağıq. Yəni bunlara baxmaq yaxşıdır. Məsələn, burada fikir verin, bunlar gəlibdi. Deməli, asinxron iterasiya gəlibdi for-la, yəni for await yazılıb burada, fikir verin. Bu 2019-da fərqli özəlliklər gəldi. Baxın burdadır. Daha sonra 20-də, 21-də, yəni bu formada və bunları da izləməyiniz yaxşıdır sizin üçün. Özünüz üçün. Yəni məsələn, yeni bir layihəyə başlayırsınız. Bu yeniliklərin gəlməsi o deməkdir ki, ola bilər həm performans tərəfindən təbii ki, həm performans tərəfindən daha gözəl belə deyək kod yazılacaq, həm də ki, yazmanı rahatlaşdırır. Məsələn, burada destruct etmə falan var. Bunları göstərəcəm sizə. Müxtəlif for-off var, məsələn, for-in var. For-un gözəl yazılışlarıdır deyə bilərik biz buna. Aydındır? Təbii ki, arxada məntiq fərqliliyi də var. Çox böyük ehtimal performans tərəfindən də yaxşılaşdırılıbdır. Yaxşılaşdırılmasa belə bizə təqdim olunan Syntactic Sugar-da o məntiqdən istifadə olunsa belə yazılış olaraq bizə qısa yazılış göstərir. Aydındır? Yəni biz daha qısa yazılışla öncəki kodları yaza bilirik. Belə qeyd etdiyim kimi, yəni ECMAScript-dən danışdığımız zaman biz bunlardan danışacağıq. Burada olanlardan, promise-dir və s. onları təbii ki, keçəcəyik sizinlə. Daha sonra API-lərə istək göndərməkdir. O dataları biz deməli alacağıq, necə alacağıq o dataları, harasa yazacağıq və s. və s. Bu prosesləri edəcəyik. Amma dediyim kimi, bu dərsdən sonra başlayacağıq nədən? ECMAScript 5 öncəsindən danışacağıq, prototype-dan, protodan, bunlardan danışacağıq ki, yəni bunu da belə deyək, əzbərləmək üçün yox, sizdə bir fikir formalaşsın istəyirəm onunla bağlı. Biz artıq obyekt yönümlü proqramlaşdırmanı yazdığımız zaman ES6 və sonrasını keçdiyimiz zaman artıq obyekt yönümlü proqramlaşdırmanı yazdığımız zaman siz o prototype-dır, protodur, bunu başa düşəcəksiniz, hə, bu klasslarda bu cür tətbiq olunur. Və bunu da deyim ki, bəzi o developerlərin əslində JavaScript düşmanlığı biraz buradan irəli gəlir deyə bilərik. Çünki Java-da dediyim kimi, məsələn mən Java-da yazıram, orada sırf class based dildir. Yəni klasslar üzərindən hər şey aparılır. Bütün hər bir şeylər yazılır. Və tip save dildir. Yəni orada tip güvənliyi daha belə deyək də qatıdır. JavaScript-də isə bu formada deyil. Amma bu o demək deyil ki, JavaScript-də bu boşluqdur. Yox. Bu bilirsiniz alətdir. Məsələn, JavaScript-in tətbiqi müəyyən sahəyə gözəldir, amma müəyyən sahəyə ola bilər ki, Java-nın tətbiqi gözəldir. Bu normal bir şeydir. Sadəcə burada bu texnologiya ayrı seçkiliyi etmək lazım deyil. Məsələn, mən Java-da da yazıram, JavaScript-də də yazıram, Python-da da bəzən yazıram. Bu çox normal haldır. Yəni hər dilin özünə bir xas özəlliyi var. JavaScript götürüb Java-nı kopya eləsə, ya da C++-ı, C#-ı kopya eləsə, onda onun bir mənası olmur ki, belə baxanda. Aydındır? Ona görə də çalışın bu texnologiya bağımlılığını biraz aradan qaldırın. JavaScript-in öz yeri var. JavaScript-də də kod yazanda insan müəyyən qədər zövq almalıdır. Java-da da yazanda. Yəni bu insandan insana fərddən fərdə dəyişir. Amma dediyim kimi o ən önəmli o deyirləri JavaScript bəzən proqramlaşdırma dili belə adlandırmırlar, amma yəni bu dövrdə JavaScript-i proqramlaşdırma dili adlandırmamaq biraz dəlilik olar mənim fikrimcə. Çünki JavaScript-in tətbiq sahələrinə baxdığımız zaman cəmaət yəni backend yazır. Böyük layihələrdə oturub backend yazırlar bununla bir yerdə, TypeScript-lə bir yerdə. TypeScript-də də bu arada deməli yeni bir update gəldi. C++-dan təzədən yazıldı, səhv etmirəmsə. Təqdim olundu. Daha 10 qat belə deyək də güclənmiş versiyası artıq təqdim olundu. İnşallah TypeScript dərslərimiz də olarsa əgər, orada təbii ki, onlar haqqında danışarıq sizinlə. İndi dərsimizdən çox kənara çıxmayaq. Yəni dediyim kimi bu JavaScript class based dil deyil. İndi ECMAScript-dən danışırıq, söz yox, amma ECMAScript-də ən azından bildikdə bir fikir formalaşdı nədir bizdə. Amma dediyim kimi class based dil deyil JavaScript. Prototype təməllidir. Prototype üzərindən işləyir, obyektlər üzərindən işləyir. Amma
Digər məsələn class based dillər var ki, onlar klasslar üzərindən irəliləyir. Ona görə də bu ayrı-seçkilik bəzən olur, amma çalışın o şəxslərdən olmayın siz. Belə, ümumilikdə ECMAScript haqqında məlumat bu qədərdir. ECMAScriptin versiyaları budur. Məsələn, Java-nın versiyaları çıxır. Java 1 çıxır, nə bilim neçə çıxıb, 8 çıxıb, 11 çıxıb. Bu formada davam edib də indi də 20-lərə qədər, 20 neçələrə qədər gəlib davam eləyir hətta. Aydındır. Amma bu isə deməli versiyalanma JavaScript-də necə olur? ECMAScript-in versiyalanması ilə gəlir sanki, belə deyə bilərik. Amma həm də JavaScript-in versiyalanmasıdır bu. Aydındır? Bu ikisinə bərabər baxa bilərik, amma bərabər götürməyin də. Çalışın o xırda fərqləri arada bilin. Aydındır? Bir şey də nəzərinizə çatdırım. Bu hissə dərsə sonradan əlavə olunur. Yəni sonradan bu hissəni çəkdim mən. Bu biz V8 motoru haqqında, daha sonra brauzerlərin motorları haqqında danışdıq, elə deyil. Və dedik ki, bunlar nə iş görür? JavaScript kodunu çevirirlər nəyə? Maşın dilinə çevirirlər. Yəni kompüterin başa düşəcəyi kodlara çevirirlər. Burada da standartların, bu versiyaların dəstəklənməsi var. Deməli brauzerlər tərəfindən. Məsələn, gəlin buradan baxaq elə. ES5-ə baxaq ilk öncə. Fikir verin, burada dəstəklənməsini göstərir. 2013-dan bu yana deyir ki, baxın, Chrome'dur, daha sonra Microsoft Edge'dir, Firefox'dur, Safari'dir, Operadır. Bunlar dəstəkləyirlər. Aydındır, bunları hər birini göstərir. Yəni hər bir versiyanın dəstəklənməsi bundan da asılıdır. Bu brauzerlər bunu dəstəkləyirlər. Bu ECMAScript'in versiyalarını dəstəkləyirlər. Amma məsələn gəlib 2019-a baxaq, burada da dəstəkləməlidir. Baxın, dəstəkləyir. Bunlar dəstəkləyir. Yəni dəstəkləyir nə deməkdir? Biz 2019-da gələn hər hansı bir yenilikdən, burada olan yeniliklərdən hər hansı birinə istifadə edib kod yazsaq, bunu brauzerdə deməli istifadə etdiyimiz zaman bunlar dəstəklədiyi üçün o kod düzgün işləyəcək. Amma məsələn 2020-yə gəlirik, fikir verin, burada bizə warning verir. Polyfull göstərir bizə. Yəni bu kod transpilerlar ki var. Məsələn, biz kodu yazmışıq 2022, 2023-ün yeniliklərindən istifadə edərək yazmışıq. Burada operatorlar falan göstərilir. Fikir verin. Bu deyir ki, bəzən ola bilər ki, öncəki versiyaları çevrilmə tələb etsin. Çünki brauzerlər tam olaraq dəstəkləməyə bilər. Nə deməkdir bu? Yəni həmin o V8 motoru, daha sonra JavaScript Core var, Safari-də dedik. Nə bilim Spider-Monkey var. Bunlar ola bilər ki, bu motorlar ola bilər ki, dəstəkləmir bu versiyanı. Tədricən dəstəkləyəcəkdir, aydındır. Ona görə bunu biz öncəki versiyalara çevirib sonra aktiv edə bilərik. Yəni məsələn 2023-də, 2020-də, 21-də gələn yeniliklərdən istifadə edərək mən kod yazıram. Amma bunu deploy etdiyim zaman ya da belə deyək də kodun nəticəsinə baxmaq istədiyim zaman öncəki versiyalara indi müxtəlif mexanizmlər, belə deyək, texnologiyalar var bunun üçün. Öncəki versiya, məsələn 2015-ci ildə olan versiyaya çevirirəm. Burada məsələn bu formada yazılıb. Bunun 2015-də olan metodlarla, yollarla yazılışı necədirsə, o formada yazılacaq o kod, aydındır, və brauzerin motoruna göndəriləcək. O da onu işləyə biləcək. Aydındır. Yəni bunu da əlavə etmək istədim sizin üçün ki, burada versiyalara baxmaq olar. Məsələn, nə zamandan dəstəklənir? Burada göstərilir, məsələn, bu brauzerlər tərəfindən dəstəklənir. Məsələn, Internet Explorer tərəfindən demək olar ki, dəstəklənmir. Çünki o zaten deaktiv edilibdi bildiyim qədərilə. Daha doğrusu Windows 10, 11 artıq dəstəkləmir. Edge gəldi onun yerinə. İndi inanmıram ki, Windows Explorer kimsə istifadə edir, amma ola bilər ki, bəzi adamlar istifadə etsin. Yəni məsləhət də görürəm ki, məsələn, Chrome-dan, Edge-dən, Safari-dən istifadə etməyiniz daha yaxşıdır. Çünki bunlar belə deyək də bu dəyişmə ayaq uydura bilir. Və bu versiyaların dəstəklənməsi də qeyd etdiyim kimi burada görsənir. Bunu bu motorları izah etdiyim hissədə bunları demək fikrimdən çıxmışdı. Dərs boyda fikirləşirdim ki, əslində nələr yadımdan çıxıb. Yaxşı ki, dərsi paylaşmamışdan öncə yadıma düşdü və bu hissəni əlavə etmək istədim dərsə. Yəni belə, qeyd etdiyimiz kimi ECMAScript haqqında məlumatlar bu qədər. Növbəti dərsimizdə artıq ES5 öncəsi ilə davam edəcəyik. Növbəti dərsdə görüşək.